Salam qardaşlar və xanımlar. Mən ya TikToker deyirəm, ya bir şey deyirəm. Bu elə şeylər mənlik deyil. Mən prosta dəli olam da, prosta başa düşsən mən bu gah gündə bir söz çıxardırsınız. Gah mən nə bilim prezident nədir, gah o birisi belə nədir. İndi düşmüsünüz Nigarın üstünə. Nigar Fərhaddır, nədir o xanımdır. Heç mən and olsun Allaha elə indi bilirdim ki, bu veriliş aparır. Mən Azərbaycanda 30 ildir yoxam. Söz onda deyil. Amma mən Azərbaycanıma canım qurban. İki kişisiniz, bu yaxşı cəhənnəmə bu arvadlar yaxşı, o qiybətin qırsın. Arvadlar yoxdur. Ancaq kişilərdir düşüb bu Nigarın bir dənə sözündən tutuqlar, başlayıblar. Belə deyir, elə deyir, nə deyir? İki kişisiniz, Yeri düşəndə deyir, Azərbaycan, kişiyəm mən, nəyəm? İki kişisiniz, Nə düşmüsünüz o xanımın üstünə? Düzdür, deyib. O deyir ki, o məsələn, o deyib ki, atasız qız almaram. Yəni o, siz axıracan qulaq asardınız da bəlkə. O bəlkə demək istəyib ki, yəni ditdom qızı almaram. Kanişlə, mənim də oğlum olsa, mən ditdom qızı almaram heç vaxt. Başa düşsən, mən almaram, ona görə ditdom qızları hamısını Allah bilir nədir. İki kişisiniz, Hər sözdən söz tutmayın. Ona görə bizim Azərbaycan pis gündədir. Bizim Azərbaycan vəbşi pis günə düşüb ona görə ki, hamısı elə ancaq bir-birindən ancaq quş tuturlar. Nəsə söz tuturlar. Amma kişi işi deyir, o bir dənə qadının üstünə düşmək. İki kişisiniz, Bilet, ona görə mən deyəndə ki, ay Ramin, bu sen niyedir Azərbaycanlılardan belə bu Rusiyada mən 30 ildir Rusiyada yaşayıram. Deyirsən niyə belə sivyazın azdır da yəni niyə Ruskilərdən belə Azərbaycan. Deyirəm bir dənə adamla danışsan başlayırlar kuş tutma. Adam elə istəyirlər söz tutarlar. Nəsə söz deyirsən başlayırlar adamın dilindən ilə sözü almağa. Ona görə sizə qurban olum. Bəs da. Bak ona göre pis gün değil biz. Ne kadar gece gündüz işleyirik, ama pis gün değil. Hemşe pis gün değil. İki adamsınız ne düşmüşsünüz o hanımın üstüne? Sözlü deyip de ne olur? Sizin hele götünüz çatırsa, bağışlayayım ben zavrajini. Gidin zavura bir söz deyin. Hoş qədəmə bir söz deyin. Ben ne bileyim bu birisine bir söz deyin. Ne olur niye demiyorsunuz? Düşmüşsünüz bu hanımın üstüne. İş adamsınız Mənliyiniz olsun. Yerkende ben Azərbaycanlı oğlu biz. Sen Azərbaycanlı oğlu. Yani ben hamıya demirəm yani TikTok'da bu hanımın üstüne düşənlərə deyirəm. Sen kişi. İki kişisiniz Adamlığınız olsun O kişilik sayılmır. Hanımı, hanım nepravda olsa. O hanımı ki unijat edirsən, yani əyirsən da, istəyirsən çalışsan, əyərsən, yani spletni nədir Allah? O üçün qeybət edirsən, Onda nə kişilik var, Hanım düzdür, səhvdir, nə olsun? Nəyə görə sən elə yaxşı adamsan, gedib onun yaxınlaş, deyir ki, xanım, bunu düz eləməmsən. Amma bu TikTok'da ya YouTube'da nə lazımdır, bax onu elə əymək. İki kişisiniz, Adam olun,